Bismillahirrahmanirrahim. Ulu Tanrı adıyla. Beyin mühendisliğine karşı Türkçe eski kitaplar programının 395. bölümün Allah'ın adı ve yadıyla başlayacağım. İnşallah hayırlı olsun. Geçenki gün Yunus Emre Hazretlerinin Nəsaihin ve kitabını oxumağa çalışırdıq. Biraz vaxt dar olduğu üçün eləyə bilmədik. O istədiyimiz araşdırmanı kitabın tarixi üzərində aparaq. Mən o kitabı bir daha açım, onun üstündə bir balaca araşdırma aparaq və sonra gedək o birisi kitabların sorağına. Hər halda biz burada bir kitab var idi, bunu açdıq, dünən açıq olmadı, bir şeyə çıxmadı. Bunu Yunus Emre Həzrətini açaq. Təvarix-i Osmani dediği bunu da açaq. Çünki bu da bu gün açılmayacaq. Ehtimalən bu o kitablardandır ki yenə açılmır. Yəni burada indi 2 dənə açılmaq üzrədir. Təəssüflə bəzən beləsi olur yəni. Bu kitabın Yunus Emre Həzrətlərinin bu nüsxəsini, yəni onun Nəsaihindən və Əşarından olan bu nüsxənin sorağına gəlirik. Bu nüsxə görək neçə il bundan öncə yazılıbdır. Birinci şey ki, oradan kitab üçün oxumadıq və kitabın sonunda da tarix görmədik. Onun üçün gələk bunun əvvəldə vəqfinaməni feilən əlimizə alaq. Görək ki, bu vəqfinamə hangi tarixdə olubdur. Dedi ki, Sultan İbn Sultan Əs-Sultan Əl-Qazi Məhmud xan. İndi bunu biz gedək Cimnayda aynı bunu axtaraq görək ki, bizə nə deyir? Sultan olmadı bu. Sultan Əl-Qazi Məhmud xan haqqda bilgilər verir misin? Görək ki, bu bilgilər nələr verir? Onun üzündə bir tarixi çıxadaq. Sultan Əl-Qazi Məhmud xan Böyük Səlcuqlu dövlətinin sultanı ya da Osmanlı İmparatorluğunun ikinci Məhmud xanı kimi tanınan hökmdarlar tarixdə önəmli izlər qoyublar. İndi bunu hardan bilək ki, bu Səlcuqlu dövlətinin Məhmud xanıdır, yoxsa Osmanlı dövlətinin şeydir? Onu buradan biləcək. Əcəba bir sual soruşaq. Əcəba burada yazmayıb xilafət. Yəni xəlifə yazmayıbdır. Onun üçün bunu bilə bilməyəcəyik ki, istirdim soruşaq ki, bunların hangisi xəlifə idi? İzam İkramil Xəvaqin Əl-Fəxam Əs-Sultan İbn Sultan Əs-Sultan Əl-Qazi Məhmud xan Əyyidəllahu Nəsr bil-ədli vəl-İhsan liman təatə vəfad hər səhud subhanahu və təala və Dərviş Mustafa Əl-Mualim. Müəssis elə bil yazıb ki, Oqafil Hərəmeyn Şərifeyn Qəfərə ləhu. Buradan, yəni bu adamın adından bir köməklik alaq. Görək ki, Dərviş Mustafa bu iki Məhmud xanların hansının zamanında Hərəmeyn-i Şərifeynə təvəllüd etmişdir. Görək ki, buradan bir şey gətirə bilir. Yəni Hərəmeyn söz konusu Dərviş Mustafa və ona Hərəmeyn-i Şərifeynin Məkkə və Mədinə təvəllüd idarəçilik və qoruyuculuq
vəzifəsinin verilməsi olduqda bu hadisə Osmanlı Sultanı II. Məhmud xan hakimiyyət dövrü 1808-1839 zamanına baş vermişdir. Bu tarix qərarı daha yaxşı anlamaq üçün o dövrün şəraitinə qısa bir nəzər salmaq faydalıdır. Tarixi arxa fon və II. Məhmudun qərarı 1800-cü illərin əvvəlində Nəcd bölgəsində baş qaldıran Vəhhabi hərəki Səudilər Məkkə və Mədinəni Osmanlı nizarətindən çıxarmışdılar. İndi bu kitab hər halda bunu göstərir. İndi bunun tarixi hicri yazsaq, tarixləri hicri yaz lütfən. İndi bu tarixlərə əgər hicri yazsa, biz bu kitabın fəqət vəqf tarixini biləcəyik. Yəni bu kitab mümkündür ki, yüzlər il bundan qabaq yazılıbdır. Sultan II. Məhmudun hakimiyyət dövrü 1222 ilə 23 ilə hakimiyyət 1223 ta 1255-ə qədər 22 il. 23 il üst-üstə hicri qəməri. Bu kitab desək ki, yəni bu indi Vəhhabi üsyanının tamam, bu da ki o 27-dədir. İdarəsidir ki, məhz bu dövrdən sonra, yəni 1228-ci hicri ilində etibarən Hərəmin-i Şərifin yenidən nizama salınması və vəqflərin idarəsi və toliyyət işləri üçün Dərviş Mustafa kimi etimadlı şəxslər vəzifələndirilmişdir. Yəni bu kitab bu zamanında, yəni bu şəxsiyyətin zamanında ki, hangi dövrəcəndə davam edibdir, yaxşı 1028-də, 1030-da bu kitabı vəqf eləsən, bunun tarixi belə bir şey çıxar. Vəqfin tarixi çıxar, kitabın tarixi yox. İndi 1447 deyək, əgər bundan çıxsaq 1228 çıxsaq, 219 il bundan qabaq bu kitabın vəqfi olar. Amma indi burada bir iş də görə bilirik, bunun şeyini çıxartmaq üçün, tarixin biraz çıxartmaq üçün, tamam. Belə bir iş görərik. Görək ki, bu xətti və kağızı və səfhənin üzünə baxaraq bundan bizə bir tarix verə biləcəkmi, verə bilməyəcəkmi? Zahirən ki, bunu da aşmalıyıq. Gedək buradan. Bunu bir az edit eləyək, səhvə yekəlsin. Sonra bəhanə gətirməsin ki, mən bunu kamil görmürəm. Və elə bunu bu şəkildə verək bura. Deyək ki, bu səfhəni analiz edərsən, hər cəhətdən yazsaq biz bunu, bu səfhəni hər cəhətdən özəlliklə kağız, əlyazma, xətt, nəqqaşilər və cızmalar, renk, cöhər və analiz etsən bu əlyazmanın tarixinə görə necə bir təxmində bulunarsan. Görək ki, bu haqda bizə bir
məlumat verə bilir ya yox. Göndərdiyiniz şəkil Türk İslam əlyazma sənətinin özəlliklə klassik Osmanlı və ya qismən Səfəvi Əfşar dövrü türkcə ədəbiyyat ənənəsinin çox gözəl və nadidə bir örnəkidir. Bu səfhəni mətin, xətt, təzhib, kağız, mürəkkəb cəhətindən analiz edərək əsəri tarixi olaraq hansı dövrə aid edə biləcəyimizi buluşdururam. Mətin, dil və məzmun analizi. Dil və imla. Yazı əski Anadolu türkçəsi və ya klassik Osmanlı türkçəsi üslubundadır. İndi burada görürsünüz, bir əski deyir, əski Anadolu türkçəsi, ondan sonra ya, yəni arada bir yüzlər il fərqi var burada. Yəni bu cür deyil ki, yaxşı ki, tamam, məsələn 5 il, 3 il fərqi var. Yox. Klassik Osmanlı türkçəsi üslubundadır. Mətnidəki padişahın hökmü kafla, padişahın hökmü, od və su, topraq və yel, 4 ünsür, od, əlbəttə 2 cürə imlasını yazıbdır. Su, topraq, yel kimi kəlmələr və fəlsəfi, təsəvvüfi şeir forması bunun bir məsnəvi və ya irfani bir divan olduğunu göstərir. Yazının düzülüşü. Şeirlər 2 sütun, kolon halında deyil. Daha çox bədii və klassik bir üslub olan, dedik, bir-birinin altında yazılır. Bir misrə üstə, o birisi misrə aşağıda beləsi yazılır. Ona görə klassik bir üslub olan çəpraz, vərhəb, mail. Bunun 3 adı var. Çəpraz, vərhəb, mail şəkildə yazılmışdır ki, bu da əsərin adi bir dəftər deyil, özəl bir saray və ya dəyərli bir kitabxana üçün hazırlandırmağını göstərir. Bəllidir ki, bu sarayındır, çünki şah bunu vəqf eləyibdir Məkkə-i Müəzzəmə ya Mədinə-i Müşərrəfəyə. Xətt üslubu. Xəttin növü burada istifadə olunan xətt klassik ədəbi və şeiri mətnlərdə çox sevilən nəstəlik. İndi burada gəldi, deyir ki, klassik ədəbidə sevilən və ya Osmanlı təliq sünnətinin içinə incə bir qolu xəttdir. Kəlmələrin çəkiləri, uzanışı, çəkiləri, hərflərin biri deyləri, birey dəyərləri ehtimalən olacaq, deyləri və dairəvi hərəkətlər çox axar və ustalıqca çəkilir. Hərəkətlər. Nəstəlik xəttində adətən hərəkə, zəbər, zər, püş, bunlar qoyulmaz. Lakin burada bəzi yerlərdə oxunuşu düzgün etmək üçün mürəkkəblə yüngül hərəkələr qoyulmuşdur. Ki, bu da Uyğur türk yazı köçürmə üslubundan klassik dövrə keçidin və ya sufi mətnlərin dəqiq oxunma istəyinin nişanəsidir. Tamam, bu da indi 3 dana burada fərziyyat ortaya. Bir budur ki, Uyğurdan türk yazıya, yəni Uyğurdan çönüb Osmanlı türkçəsinə ya Səfəvi türkçəsinə çönməsindən danışır. Ya da ki, üslubundan klassik dövrə keçdin. O da klassik dövrə keçir. Yəni yaxşı beləsi. Uyğur deyəndə burada fikr edirəm, mənim fikrimcə. Hərat məktəbin şey edir ki, orada işarə edir ki, Hərat məktəbində Əlişir Nəvai Həzrətləri, Allah Teala rəhmət eləsin, onların dövründə inkişaf edən bir Cuğatay şey var, ləhcəsi, ədəbi ləhcəsi var ki, Türk dünyasında bir uzun zaman Osmanlı olsun, Azərbaycan olsun, ya bildiyimiz, tanıdığımız feylən buracan şey olsun, bugünkü indi Rusiya ilə də savaşda da gələr adı yadıma düşsə, orada Ukraynada bu xətlər təsir qoyubdur, etki qoyubdur və onlar bir çox uzun zaman ədəbi və idari yazıları
Cığatay ləhcəsi ilə yazıblar. Hətta Azərbaycanda məsələn Səfəvi dövründə yazılan kitabların bir çoxu Cığatay ilə yazılır. Və İran sözü Cığataydan gəlmə bir sözdür, cəmdir. Cığatay dilindən gəlmədir. Və ya sufi mətnlərin, burada sufi mətnlər deyəndə sufi mətnlər neçə deyək ki, İslamın əvvəllərindən var ta bu günə qədər biz bunların hangi dövrünə aparaq, o da şey deyil, təzhib, nəqqaşlıq və lövhələr. Sərlövhə, tac, o sərlövhə o şeyin başında. Sağ səhifənin yuxarısında görünən nim dairəvi və dalbadal gələn köhnə qızıl əlvanlı lövhə, sərlövhə, klasik türk təzhib üslubudur. Rəng parıltısı kimi istifadə olunan lacivərd, göy rəng, qızıl suyu, varaq qızıl. Varaq qızıl nə deməkdir bilmirəm. Ətik krem rəngləri 16-cı və 17-ci əsrlərin, yəni 10-cu və 11-ci hicri əsrlər, yəni 900 ildən ta gəlir 1000-ə qədər. 1100-ə qədər desək hətta. Bu 200 arasında istir deyə. Yəni 200 il az dövrə deyil. 200 il 6-7 nəslin yaşam çox 7-8 nəslin yaşam dövrüdür. Klasik saray təzhib məktəbini oyadır. Lutuz çeşitçiləri və Xətay dilin bitik nəqşləri, Xətay deyilən bitik nəqşləri özəlliklə Osmanlı təzhibində çox məşhurdur. Dərkənar və cədvəllər. Dərkənar nə deməkdir bilmirəm, amma cədvəllər mətnin ətrafını çevrləyən nazik qızıl, qara və qırmızı cizgilərdən ibarət cədvəllər səhifəyə çox nizamlı bir özəllik qatır. Bu, indi burada bir şey dedi. Yəni, bu qızıl suyu deyəndə, yəni bu kitabın ehtimalən o, dedik ki, bəzi yerdə sarıları gedir rəngi. O ehtimalən qızıldır. O qızıl elə işlədikcə öz-özünə dəmir halatı vardır da, dəmir halətindədir. O kitabdan qopur. Bilirsiniz ki, qızıl o filizlərdən ki, zahirən insanlar onu içərə bilirlər. Yəni, bəzən görürük ki, qızılı içkiyə qatırlar. Bir cür içki, əlbəttə qızıl, bu cür deyəndə dəmir qızıl ki, içirik, o cürsi deyil də. Biraz yumuşaq qızıldır, kağızdan da nazik, çox nazik. Yəni, dedim, bunu şey əvəzinə də içirlər. Yəni, içkiyə qatıb içirlər, çox da bahalı zahirən içkidir. Biz içməmişik, bilmirik da nə cür olur. Ona görə də baş tapmıram nə deməkdir. Amma kitaba da üstündə də xət kimi yazıblar, yəni. Ola bilər ki, olsun, işləndikcə gedə, ya, məsələn, bəzi adamlar onu qaşıyələr, götürələr, məsələn, oradan buradan. Ola bilər ki, insanların tamağı durmaya, dura bu kitabı götürə, neyniyə? Şeirin arasındakı altı bucaqlı, şeirlərin arasındakı altı bucaqlı qızıl güllər, ki, iki dana dedik, misrəyi aralayıbdır, ya şeir də deyil, ora nəsihət idi, ya şeydir, onları aralayıbdır. Mətnin bəndilərini ayırmaq üçündür. Kağız və mürəkkəb rəngləri. Kağız noyu. Kağız yapımlı, kağız əl yapımlı, aharlı və möhrələnmiş nadidə bir kağızdır. Nadidə yəni çox az tapılan. Zamanla aldığı toxuma və rəng simişki krem rəngi onun azı 5-6 əsrlik bir keçmişə malik olduğunu üzə çıxarır. Kağızın özü deyir ki, 5-6 azı 5-6 il. Yəni yenə də burada 200 il fərq edir. 5 il yoxsa 600 il. Bu 200 il arada ən azı fərqi var. Bu çox mühümdür. Yəni doğru çıxada bilmir. Doğru çıxada bilmir ki, bu hangi əsrdə yazılıbdır. Amma kağızın özünə görə deyir ki, toxunuşuna görə bunun 500 daha bir də kağızın əl yapımı aharlı və möhrələnmiş nadidə bir kağızdır.
Zamanla aldığı toxuma və rəng, toxum, o şey ki, farsda baft deyirlər, ingiliscə structure ya da indi o birisi sözü də adıma gəlsə deyərəm, ona deyir, toxunma. Əldə toxunuruq, bunun qalınlığı, nazikliyin, necə bir-birinə o kağızın içindəki o əlyaflar, o otlar, ələflər, hər nədir bir-birinə necə toxunublar, bir kağız şey eləyiblər və o da dağılmır, onu hiss edirik. Onun azı 5-6 əsrlik bir keçmişə malik olduğunu üzə çıxardır. Kağızda heç bir səmği ləkə yoxdur. Səmğ çəsbidən zaddan demək olacaq ehtimalən. Bu da onun yüksək keyfiyyətli noxudu kağızlardan, noxudu, rəngin adıdır bir növ, sarıdan, kremdən sarıya tərəf gedən, ağdan sarıya tərəf gedən, çox saralmayıb, çox da krem olmadan onu deyir, olduğunu göstərir. Mürəkkəb. Əsas mətn üçün təmiz və parlaq dud mürəkkəbi, tüstü mürəkkəbi, his yazıbdır, his olacaqdır. His mürəkkəbi yazıb, tazaşı. Çox qələt yazır imlayı nədənsə istifadə olunur. Mən də yazanda qələt tutanda deyir ki, kəlmənin filan hərfin iştibah yazmışam, bu cəlibdir, mən də buna tutsam. Köhnə dud mürəkkəbləri, yəni his mürəkkəbləri 100 illər geçsə də buradakı kimi parlaqlığını qoruyur. Və kağız zamanla elə oturur ki, saralma artırmır. Saralmayı artırmır ehtimalən. Bəzi başlıqlar və yan qeydlər üçün isə ləl, qırmızı mürəkkəb işlədilmişdir. Tarixin təxmini, sonunda gəldik sözün sonuna. Bütün bu özəllikləri nəsəli xəttinin forması, lacivərd və qızıl uyumlu klasik təshibi, dil xüsusiyyətlərini və şeirlərin yazılmış, müvərrəbi vərhəb yazıb, mən fikir edirəm, yazılıb, əlbəttə ayrı bir şey də dedi, yazılmış tərzini bir yerə topladığımızda bu əlyazmanın 10-cu hicri əsrin sonları ilə 11-ci hicri əsrin əvvəlləri, yəni miladi 16-cı əsrin sonu, 17-ci əsrin əvvəlləri təxminən 1580 dövrünə aid olduğunu təxmin etmək olar. Bu dövr Osmanlı və ərazidəki türk ədəbiyyatı və kitab sənətinin ən parlaq və klasik qısırsız dövrlərindən biridir. İndi burada dedi ki, 10-cu hicri əsr, yəni 900. Desək ki, 950, 960 bu zamanlarda olsa, yəni çünki deyir bunun sonları, onun əvvəlləri ola bilər ki, əlbəttə bir şey də dedi 500-600. 500 olanda gedər 900-ə təqribən, 950-yə, 600 olanda gedər 850-yə. Yəni indiki tarixinə. Bu çox önəmlidir. Bunu bilək. Gedək indi buradan hesablayaq. Deyək ki, 950 biz hesablayaq. Deyək ki, bu kitab 1447-də yaşırıq. Bundan çıxsaq 950 hududən 500 il. O dediğindən çox az olar. Yəni bu 500 il, kağızın özü 500 il ta 600 ildə də ömrü var. Bu kitab ən azı 500 il bundan qabaq yazılıb. Ən azı. Amma 210 neçə il bundan qabaq bu vəqf olubdur. Bunu biz beləsi öyrənək ki, kitab ən azı 500 il öncə yazılmış. Tamam, bu kitab dünənki işimizdən yarımçılıq qalmışdı. Bu günləri onu başladıq, davam elədik, gəldik, bura çıxdıq. Bunun son səhifəsinə bilmirəm, baxmışdıq ya yox, görək ki, orada baxmışdıq. Burada bir tarix yazmamışdı.
Bunu bağlayaq, bunu saxladıq inşallah ömür olursa bunu bir səfərlərin oxuyacağıq. Çünki böyük bir şəxsiyyətin fikirləridir. Burada 2 dənə kitab açdıq. Təəssüf görək ki, bunlar açılır ya yox. Nədən belə olur? Tamam. Görürsünüz ki, bu kitablar mən dediyim kimi təəssüflə mənim də bir çox yazılarım belə olubdu. Aça da bilmirəm, qeytirə də bilmirəm. Bu kitab beləsi açılır və bu doğru deyil. Təəssüflə. Yəni bu kitabı Tarixi Ali Osman deyə kitabdır, amma beləsi görsən. Bu ikinci kitabdır ki, buradan açdıq. Bu da yenə aynı vəziyyətdə deyirəm. Mənim də özümün bir 2 dənə ən azından kitabımı ki yazmışam. Təəssüflə bu vəziyyətə düşübdür. Qeytərə də bilmirəm, ondan da ötürü bir çox yəni müşkülə düşmüşəm. Tamam, onları bağladıq. Gəldik buradakı bugünkü kitabımıza görək ki, bu kitab nədir? Kitabı əvvəl fiziki olaraq görək kitabxanada harda saxlanır, kitabxanada nə vəziyyətdədir, əlimizə götürsək kitabxanada nə görəcəyik? Kitabın cildindən əks qoymayıbdır. Elə birinci işi bu görübdür ki, kitabı cildin, bəlkə də cildin üstüdür, bilmirəm. Ola bilər cildin üstü olsun. Cildin üstüdür. Cildin üstü, cild özü, bunu biraz keçsək görək ki, göndür. Cild özü gönümüş. İndi bu biraz yaxınlatdıq. Əgər buna diqqət eləsəz, dövrəsi təqribən çürüyübdür. Kitabın qıraqlarına baxırıq, bu nəqqaşinin eşiyinə baxırıq. Kitabın 4 tərəfi əl ilə təmasda və rüzgarın geçməyi ilə, tərlə, fulanla, yağışla, suyla, çünki kitabın üstündə də suyu, yağışı görürük biz. Bu təqribən çürüyübdür. Gönümüş, o gön dəri aradan getibdir. Kitabın üstünə Osmanlı dövründə raic olan su üzündə nəqqaşi raic olan rəsmlərdən bir kağız kəsiblər, yapışdırıblar bu kitabın ortasına. Kitabın dövrəsində nazik bir ehtimalən basma ya hər nə kitabın üzərində dairəvi şəkildə çox aydın görsənmir, amma mənə belə gəlir ki, dairələr zəncir kimi bir-birinə buruşub bir dövrəsində bir haşiyəsi varmış, amma dedim, istifadə olduğu üçün əldən gedibdir, aradan gedibdir. Zahirən bu kitab Harvard bilim yurdunda saxlanır. Hackton Library adında bir yerdə saxlanır. Kitabdan eşiyə bu yazını tamam səhifələrdə ehtimalən qoyacaqlar. Çox gözəl işdir. Yəni, kaş İranlılar və Türkiyədə də bunu eləyərlər, amma kitabın üstünə əks salmayarlar. Kitabın biraz kiçildirik, səhifəyə yerləşsin. Kitabın boyu çox uzundur. Onun üçün də səhifəyə yerləşmir. Yəni, çox bunu kiçildirik, gəlsin, yerləşsin səhifəyə. Kitabın yazıblar üstün Qara Çələbizadə Əbdüləziz Zəfərnaməsi. Aşağıda 68 səhifə olduğunu göstərir. Dedik ki, bu Amerikada bir Harvard Universitetində saxlanır. İkinci səhifəyə baxırıq, cildi açıbdır, cildin içində kağız ki yapışıbdır. Məmulən dedik, kitabın səhifələrin şirazədə tikirlər bir-birinə. Onun arxasına bir təlis kimi ya bir parça kimi bir şey qoyulur. Onda tikirlər ona ki şey olsun, həm saxlasın, həm də qoymasın, açılsın. Sonra bir dənə o kağızlardan ki çirkiblər və qalindi biraz da bəlkə onu yapışdırırlar cildə. Yapışdırğanla ki kitab cildidən ayrı qalmasın, cildə yapışsın. Çünki cildi toxumurlar. Cildin arxası özəlliklə ki o şirazə açıq qalmalıdır ki belə hərəkət eləsin. Görürük ki, bu kitabın içi də nəqqaşisi varmış, o nəqqaşi cırılıbdır və içində də yenə də o köhnəliği və kiri görürük. Burada bir yazı görürük. Zəfərnameyi, kitabın adı ilə bu olacaqdır. Zəfərnameyi li, Zəfərnamə li Qərə Çələbizadə Əbdüləziz Əfəndi. Bu kitabın adı bu günləri ad
burada yazdıqları üçün kiçik xəttinə 3-cü səhifədə cəlb ki, bunu pens ilə tutublar. Yəni cərrahlıq şeyinə də tutublar, əksini salıblar. Zəfər namə li qərə çələbi zadə Əbdüləziz Əfəndi. Yəni bunun adı Əbdüləziz Çələbizadə Əfəndidir. Əlbəttə Qərə Çələbizadə. Yəni ehtimalən Çələbizadələr bu qərəliğimiş, uşaq qərə olduğu üçün adını elə Qərə Çələbizadə deyiblər. Ya Qərə Əbdüləziz Çələbizadə, amma Qərə Çələbizadə bunun son adıdır. Soy adıdır. Yəni dədənin nəslindən gəldiyi adıdır. Kitabın qırağında Osmanlı nəqqaşısını görürük. Bunu o birinci səhifədə görmədik. Demək olar ki, bu səhifənin arxasında da şey var. Osmanlı nəqqaşısı var su üzərində. Kitabın qırağının qatlanmağını görürük. Bunu hər tərəfdə saralıb və qatlanıbdır. Su da gəlməyi orada-burada görsənir. Bu birisi səhifə boşdur. Bir dənə alətlə bunu saxlayıblar. O alətlə saxladığı yerin ətrafı biraz qərə görsənir. Bilmirəm ki, o nədəndir. Kitabxananın möhrünü görürük. Ehtimalən bu bir tarixlər burada yazıblar latincə və kitabın özünün içinə getiririk. Zahirən kitabın mətni yazılıbdır. Qərar alınmış buna çərçivə çizilsin və üstündə Bismillah ya üstündə başının üstündə yəni bir təzhib çəkilsin. Belə görünür. Onun üçün kitabın üst tərəfi biraz boş qalıbdır, qıraqları bəllidir. Amma təəssüflə belə bir şey görünmür. Kitabxana möhrü vuranda ki, arxa tərəfdə dedik möhrü var idi, burada görürük. Bu möhrü vuranda yox, bu möhür deyil. Bu bir ayrı möhürdür. Buna vərəqi qoyurlar, vururlar, rəng olmur. Fəqət o möhrün yazısı kitabı dəlir kimi olur, amma dəlmir. Yəni basır, farsça ona deyirlər bərcəsdə olur. Yəni üstə çıxır. Yazılar əl çəkəndə oxunur. O cür bir möhür görürük. Mətnin ortasında qərə xəttinə yazılıb, sətirlər bir-birinə yaxın, kəlmələr bir-birinə çox yaxın yazılıbdır. Ayırtması biraz zor olacaqdır. Bəzi kəlmələr ortada önəmli adlar filanlar qırmızıca yazılıbdır. Bu kağız aharlı filan deyil zahirən. O birislərdə aharlılığı görürdük. İkinci səfhədə qırmızılar çox görülür. Buna görə ki, ehtimalən kitabın qonuları, hangi babda nə deyəcək onu deyir. Kitabın bəzi yerində suyu görürük. Haşiyə yazısı var. Haşiyə yazısının cöhəri arxaya çıxıbdır. Yəni bu haşiyədə qıraqda yazan yazının cöhəri keyfiyyəti azdır. Amma kitabın özünün yazısı çox da gözəldir. Bəzi nöqtə kimiləri qırmızı qoyduğunu görürük. Bir-iki yerdə də, yəni burada feilən PDF-də 12-ci səhifəyə baxıram. 2 yerdə bu səhifədə, hətta 3 yerdə, 2 yer deyək, çünki xəttin, sətrin davamıdır o. Yazını yazıb, amma qələt olduğu üçün üstünə qırmızı 1 ya 2 dənə xətt çəkibdir ki, yəni bu qələtdir. Qıraqda onun düzün yazılıbdır. Bu da bunu göstərir, kitab əvvəl yazılıb, sonra bir dəfə oxunubdur, tətbiq olunubdur. Kitabın qırağı cırılıb, onu bir yapışqanla bir ayrı kağızla yapışdırıblar ki, izafə cırılıb aradan getməsin. Kitabın qırağında qatlanmaq görsənir. Bu səhifədə də, yəni indi 14-cü səhifədə də 3 yerdə görürük ki, yenə də mətni oxuyublar, görüblər qələtdir, onun üstünə qırmızı xətt çəkiblər. Başı üstünə yox ki, təkid edirlər. Üstünə xətt çəkiblər ki, qələtdir, qıraqda onun düzün yazıblar, amma o birisi kitablarda görmüşük, səhih deyirlər, onu yazmayıblar. Dediyim kimi, bəzi kəlmələrin üstündə, hərflərin başı üstündə qırmızı nöqtə qoyurlar. Nədəndir bu? Onu gərək oxuyanda görək ki, təşxis verə biləcək, yox. 15-ci səhifədə bir-iki kəlməni əcəba qələt yazıblar, qərəliyiblər, yoxsa nə olubdur, onu görmürük. Kitab ikinci dəfə oxunanda hətta bəzi yeri silməyə çalışıblar. Bir çox yeri də dediyim kimi qələt olduğu üçün üstünə qırmızı xətt çəkiblər. Təqribən hər səhifədə bunu görürük. Hər səhifədə
üst-üstə bu vəziyyəti görürük. Bu birisi səhifədə daha çox həm əlyazı burada dəyişdi. Yəni biraz mənə əcib gəldi. Əlyazı çox dəyişdi. Yəni bu səhifədən 18-ci səhifədən keçəndə 19 və 20-yə özəlliklər bunlarda görürük ki, səhifə çox dəyişir. Qırmızı rəng çox olur və nöqtələrdən də çox istifadə olunur. Kitabın ortasında yazıbdı, qoyubdu bu. Çox bir cəlib, uzun kitabdır, boyu çox uzundur, bunu qoymayıbdı. Dediyim kimi, tamam bir çox yerdə kitabda qələt tapıblar və onun üstünü islah eləyiblər. Zahirən yazarın xətti iləndir. 64-cü səhifədə kitab təqribən qurtarır. Mən bunun gedim son səhifələrinə baxaq, görək ki, bir yazı var. Yox, axirdə də yenə universitetin ehtimalən bir kağız çap eləyib ağ yerə vurubdur. Akademiya Harvardian in November nə mənə belə bir şey də burada yazıb. Sigillium Akademiya, ehtimalən latincə bu akademinin adını yazıblar. Bunu görürük. Kitabın son səhifəsinə baxırıq. Zəfərnamə-i Qərəcə Zadəni yazıbdır. Burada yapışdırıblar, kəsiblər, yapışdırıblar. Osmanlı dövründə nəqqaşa cildin üstüdür bu. Cildin hər iki tərəfində üstünə Osmanlı dövründən bir nəqşə yapışdırıblar və kitabın da adın hər iki tərəfdə yazıblar, amma bir tərəfdə kitabın içində yazıblar, bir tərəfdə eşiyində ayrı bir kağaza yazıblar, yapışdırıblar. Kitabın gələk o son səhifəsində tarixi görək. Bu tarix çox önəmlidir, bilirsiniz. Biz kitabları tarixinin üzünə oxuruq. Bu nüsxə hangi zaman yazılıbdır, ona bir baxaq görək ki, nə tapa bilirik. Və davam yazıb, sonra davab eləyiblər. M-ın üstünə xət çəkibdir, qırmızı, üstündə davab eləyibdir. Və davab kəmal mərtəbəyi zəhmət və istirab çəkərlər. Bismillahirrahmanirrahim deyək, başlayaq oxumağa. Zəhmət çəkərlər ikən əksərin kəndü malləri ilə yabdırıb məadasını əslat və vəsayayı qeyri müəyyənə və bəzi təsərrüfat-ı mütəmmulə ilə təhmil edərdilər. Nöqtəsi həm adda var, həm isə etiyordular. İstanbul'dən Maədə, Anatoli və Rum elində məlum və qeyri-məlum köprülər və dəxi qaldırımlar və xanlar və qərmatisə himmətləri sərf edib, bu nə mənə olar, xanlar qurmasına ehtimalən, qurmasına himmətlər sərf edib, hənuz dəxi xəbər olduqları yerlərə əsər-i xeyr ehdas etmədən xali dəcillərdir. Həman şəb, mən bunu həman oxuram, ola bilər şair, həman şəb ruzu afir oldur ki, həman şəb ruz duafər oldu, nə deməkdir? Duafər ya duaxər oldur ki, Cənab-ı Rəbbil Aləmin qəbli şəni vəzir-i ali, nə mənə, bunu oxuya bilmirəm ki, nə? Məqam-ı Ali Həzrətlərin məsnəd-i vizarət və sədri sədarətdə həmişə və mərcəi hacətməndan xəlq-i cahan və dəst-i mərhəmət, rəhmət kimi oxunur və ehsanları ilə sahi aləm və qulubi, burada tarix yazılıb, amma onu soruq, bəni Adəm məmur və abadan olə, vallahu müstəən təmmə. Qıraqda indi tarixi özü yazıbdır xəttat. 1137 Zilhəccə.
Bunu kitabı istəyək düz oxuyaq, gəl kitabı 2 dəfə çevirək ən azından. Tamam, bu vəziyyətdə bəlkə oxuya bilək rahat. Bunu daha keçməliyik. 1137 ya 1237 beləsi görsənir. Yəni ehtimalən 1000-dir. Çünki ikisi də eyni yazıldığı üçün və İslamda feilən 2000-ci ilə keçmədiyi üçün 1000 olacaqdır. İkisi də aynı olduğu üçün 1137 36 hətta. 7 yox. Çünki bu 7 ingiliscə belə yazılır, ya latincə beləsi yazılır. Türkcədə 6-nı beləsi yazırlar. Yəni ingilisi 7-yə bənzər bir 6 yazılır. Mənim rəhmətlik dədəm də Allah rəhmət eləsin, beləsi yazardı. Bunu indi yazan kimdir? Yazanın adı buradadır. Hərrərəhul Fəqir Hacı Süleyman bunu bir şey yazıb amma oxuya bilmirəm. Hərrərəhu Hacı Süleyman Əl-Fəqir, Hərrərəhu Əl-Fəqir Hacı Süleyman Səlami ehtimalən bu cür olacaqdır. Görək ki, belə bir adam, şəxsiyyət var mı? Əcəba Nəssaxlar içində və 1136 Hicri illərində nəssaxlar və xəttatlar içində 1136-da Hacı Süleyman neydi oxuduq onu? Hacı Süleyman Səlami davamı var amma oxuya bilmirəm. Hacı Süleyman Səlami ya da buna bənzər adlı bir xəttat ya da nəssax tanınırmı? Əlbəttə tanınırmı ki dedim, yəni o deyəcək tanınmırıq da, yəni onu beləsi bir vəziyyətə saldıq. 1136 Hicri ilində illər ətrafında və Osmanlı nəssaxlıq, xəttatlıq tarixində söz açıq deyilsə, Hacı Süleyman Səlami adıyla bir paşa çox məşhur və böyük bir xəttat ön plana çıxmır. Lakin kitabxanaların əlyazma kataloqlarını, əski kətibələri və o dövrün təbirlərini nəzərə aldığımızda bu adın arxasında bir neçə ehtimal və uyğunluq dayanır ki, bunları dəqiq etmək faydalıdır. Adın doğru oxunuş ehtimali Süleyman Silami yoxsa Süleyman Səədiddin yoxdur. O deyil. Müstəqimzadə Süleyman Səədiddin əfəndi. Tamam, bu deyil. Onun üçün getmirik ora. Salam Arif Süleyman əfəndi. Yox, bu da deyil. Hacı Süleyman unvanı müstənsixlər, nəssaxlar Osmanlı kataloqlarında 1130-1140 Hicri illər arasında köçürülmüş bir çox ədəbi və təsəvvüfi məsnəvilərin sonunda Hacı Süleyman adlı nəssaxlara rast gəlmək olur. Bu şəxslər ümumən sarayın rəsmi xəttatı deyil, daha çox vəqfilər, mədrəsələr, təkkələr üçün kitab köçürən əli təmiz nəstəlik və nəsx xəttinə hakim olan ustad katiblər, müstənsixlər idilər. Kəlmənin başqa bir mənası Səlami yoxsa bir ailə ləqəbi. Tamam, bunlardan da geçək, çünki təşxis verə bilmədi. Sadəcə vaxtımızı alacaqdır. Bir daha da vuraq bunu. Mən Səlami görürəm, amma bir dənə Haliya kimi bir şey orada oxuna bilir. Haliya. O cür bir şey oxuna bilir. Gedək kitabın əvvəlindən başlayaq və görək ki, bu kitab nə deyir bizə. Təəssüflə kitabın enin boyun yazmadıqları üçün buna deyə bilmirik ki, nə uzunluqdadır, nə uzunluqda deyil.
dediyim kimi bu yaxçı işçi görə bu Harvard Universiteti bilim yurdusu özünün möhürlərin salmayıbdı, yəni şarın salmayıbdı kitabın üstünə. Bəlkə aşağıda bir ayrı aşağı yazı kimi ayrı kağızla görünən kitabın da üstündə olmasın qoyubdu. Kitabın indi biraz yekələndə qırağı kağızın qıraqlarının çürüdüyünü çox aydın görürük. Burada Bismillah zat qalıbdı, çünki qərar imiş bu işi görələr, görməyiblər qalıbdı. Dürer ebrar hamdü senay bی نهایه düreri ebrari 2 dana rığla yazıb ona görə. Düreri ebrar hamdü senay bی نهایه nisari dergâhi kibriya penâh ilahi ve zevahiri nabtabdar ya nabdari salatu selam ve zevahiri tabdar olacaktı ya hiç birisi okunmur yani ve zevahiri nabdari tabdar okunar ayrı bir şey okunmaz tabrari salatu selam bi hadd gaye ve biraz xəttin oxunuşunda biraz zora düşəcəyik. Zahirən ki, dediyim kimi kağız, bu kahi kağız deyirlər bunun adına. İndi bilmirəm Türkçədə buna nə deyirlər, amma tərcümə eləsəm saman kağızı. Onun üstündə yazılıbdır. Yəni aşağı keyfiyyətli bir kağızın üstündə yazılıbdır. Bu kağızlar normalda tez çürüyərlər. Və hətta bu kağızlardan qədim düzəldərdilər. Bəqqallar bunları xurmazat qoyardılar arasına, satardılar dükanlarda. Həylə aşağı bir kağız idi. İndi də bu kağızlar əl sil mağazada istifadə olunur. Dükanda, iş yerində zadında sarı kağızlar olurlar. Bəli, bizlər bunu işlədirik də, yazıya işlədirik. Keyfiyyəti azdır. O zaman da bunu işlədiblər. Bir tarix də dedik, bu tarix oxuduq. Neçə idi? 1136. Biz üzrəm bunu gedim baxım, onu eləyim. Dəqiq bir yenə xatırlayım ki 1136. Nüsxə tarixi 1136 hicri. İndi bu neçə il olar? Bunu əvvəl bir hesablayaq ki, görək o bizim standartdan. Əlbəttə ki, çoxdur, amma yenə də 1447-ci il yox, bundan çıxsaq 1136-nı gələr. Burada iştibah yazmışıq bir şeylər. 1447 47 yerinə mən iştibah eləmişəm. 47 bunun yerinə 1136-nı qoysaq 311 il öncə yazılmış olar. 311 il öncə. Tamam, bu kitab yazılıbdır. Yəni bizim standart dediyimiz şeyin içindədir. Qeydaq bir də əvvəldən başlayaq, görək ki nə çıxır. Dürəri abdar hamd sena. Mən bu abdar nə deməkdir? Ya da əbrar. Dürəri abdari hamd senayı bi nəhayə nisari dərgâhi kibriya pənahı ilahi və cəvahiri nabdar olacaqdır. Tabdar olmaz. Salatu selamı bi hadd gaye və vuku'i پیشگاه بارگاهی حضرت رسالت دستگاهی qılınıb töhfeyi تحت و درود نامحدود töhfeyi تحت و درود نامحدود و آل هدایت
maal və əshabi, indi burada mal yazıb, məal oxumalıyıq. Maal və əshabi şərəf intisabə isal olunduqdan sonra qərə Çələbizadə Əbdüləziz Fəqir bu yüzdən izhari sırrı zəmir edər. İzhari sırrı zəmir, yəni sırrımı açıram. Sırrı zəmir içimdəki sırrıları. Özün istədiyi ki, mən niyə bunu yazıram? Sonra qərəçi dedi ki, qərə Çələbizadə Əbdüləziz Fəqir bu yüzdən izhar sirr zəmir edər ki, həqir kim bizaət müqəddəmən Əbül-Ənbiya Həzrəti Səfiyullah ədamə sahə aləm ədamə sahəhül aləm sahiy aləm vücudə vəz'i qədəm etdikləri Həzrəti Səfiyullah, yəni Həzrəti Adəmi deyir ihtimalən. Yazmağı dedim, biraz şey olubdu ona görə. Bir də desək, əgər müqəddəmə Əbil Ənbiya, burada mən ab oxumuşdum, qələt oxumuşdum, əb oxunacaqdır. Həqir ki, bezai müqəddəmən Əbül Ənbiya Həzrəti Səfiyullah Adəm sahi aləm vücudə vəz'i qədəm etdikləri və muduni 1050. İndi burada tarixi deyir və mədəni ehtimalən mədəni olacaqdır. Mədəni 1052 sali meymənət ictimali. Baxın, kitabın yazılı tarixini yazdı. Ehtimal verirəm. Burada bir yazaq 1052 və mədəni 1052. 1052 Hicrisini burada yazaq biz. Və mədəni 1052 sali meymənət ictimali əvaxirinə dək musafirxani dünyaya təşrif edən və zati müqəddəsi ənbiya mürsəlin salavatullah və selamuhu aleyhim əcməin və cari yari rəfi'il miqdar və xulefai üməviyyə və əbbasiyyə və fatimiyyə və əndəlüsiyyə və muluki İslamiyyə və səlatini cüzin Osmaniyyə əhvalini bir vəçi icmal müştəmil olan Rovzətül Əbrar nami müxtəsər tarixi mü'təbəri cəm və təlif edib xaqani cəm çeşmi şəhriyar ali zəməm fəxəm ola bilər müfəxəm həşəm. Bir də oxuyaq buranı. Yəni deyir ki, hər halda bu 1052-də bir dənə kitab yazıbdır. Adı nədir? Bir də oxusaq. Əlbəttə burada deyir ki, əvaxirinədək musafirxani dünyaya təşrif edən və zat-ı müqəddəsi nöqtəsi yoxdur. Özümdən oxuram. Yəni bir çox yerdə nöqtə yoxdur. Özümdən oxumaq zorundayım. Və zat-ı müqəddəsi ənbiya mürsəlin salavatullah və selamuhu aleyhim əcməin və cariyar çaharyar və cariyar rəfi'ül miqdar və xulefai üməviyyə, əbbasiyyə və fatimiyyə və əndülüsiyyə və muluki İslamiyyə və səlatin cüzin Osmaniyyə əhvalini bir vəçi icmal müştəmil olan Rovzətül Əbrar nam, kitabın adı Rovzətül Əbrardır ehtimalən. Mən bunu burada yazım, Rovzətül Əbrar. Üstə yazaq, görək ki, bu nə olacaq? Rovzətül Əbrar nam müxtəsər tarixi mü'təbəri cəm və təlif edib xaqan cəmhşəm şəhriyar ali məfxəm müfəxəməm müxəffəmim. Ehtimal 2 dənə mimi var, ona görə sahibi qıran zaman مایه امن و امان پادشاهی دوست نواز و دشمنسوز شهنشاهی به روزگار فیروز ابوالفتح و الغازی سلطان مراد خان غازی. İndi burada çağı dedi. Biz bu çağı yazaq burada. Çağ Əbülfəth Əbülfütuh üzrəm Əbülfütuh
Əbul Fütuh Vəlğazi Sultan Murad Xan Qazi Həzrətlərinin Ovni Məliki Qədiri ilə və Darul Xilafi Bəğdad Behişti Abadi Fəth və Təsxir dördüncü şey oldu, Sultan Muraddır. Çünki bu 28 yaşında can yaşır və Bəğdadı fəth edir. Bunu o şeydən bildik, amma Darul Xilafi Bəğdad Behişti Abadi Fəth və Təsxir buyurduqları mücəllədinə bir qəz vərəq bir xəbt və xəta təşrif saz məqam sidarət uzma olan vəziri Bircis Fitnət müşیر عالی همت ملاذ حاجمندان دستگیر افتادجان حربی şayət də mürəbbiyə ərbab istedad hərb oxunmur, mim kimi oxunur, amma hərb də oxunur. Yəni hərbi ya mürəbbi oxuna bilir. Oxuyaq görək ki, nə çıxacaqdır cümlənin içində. ملاذ حاجتمندان دستگیر افتادجان mürəbbi ərbab istedad mürəbbi olacaq. Çünki istedad sözü gəldi. Mürəbbi ərbab istedad və miftah kilid fəth Bəğdad nazim umur dövlət Osmaniyyə müəssisi ərkan məbani sultaniyyə təsiri dürəri xeyrat ناشر الویه ناشر uluviyye müberrati Sadr Azam Mustafa Paşa. Mustafa Paşa'nın adı qırmızı yazılıbdır. Pəs bu Mustafa Paşa vəffəqəhullah lima yeşâ'u həzrətlərinin mənzur nəzər ənvərləri olub qərin təhsin olduqdan sonra vəli nemət və baisi ülüv şə'nü səbəbi dövlətləri olan Xuldaşiyan Firdevs Məkan Sultan Səid və Şəhid Murad Xan Həzrətlərinin fəthi. İndi zahirən Murad Xan Həzrətləri o cavan 28 yaşında şahımız, Allah rəhmət eləsin, ruhu şad olsun, şəhid olub zahirən. Və Səid və Sultan Səid və Şəhid Murad Xan Həzrətlərinin fəthi Rəvan və təsxiri Bəğdad və ehtimalən fəthi Rəvan oxunur, ayrı bir şey oxuya bilmirəm. Fəthi Rəvan və təsxiri Bəğdad buyurduqları qəzəvat şərifələri müfrədat umur və dürər sinin və şuhur ilə mətni münşi olmayıb, münşi olacaq, nöqtəsi yoxdur. Münşi olmayıb, məri duhur ruhi pürfütuhləri töhfə dualəri ilə yad olunmaq üçün əlavət təfsil zəfərnamə nam bir müstəqil kitab olmaq babında bu abd pürqusur işarət əl-illiyələri şərəf sədr bulmağın imtisali. Tamam. Pəs kitabın adı nə oldu? Kitabın əsl adı Zəfərnamədir. Qutarıcı getdi. Bu Qərəçi Çələbizadə deyil. Rozətül Əbrar bir ayrı kitabmış. Orada tarixi xülasə yazmışmış. Amma burada deyir ki, nədir? Zəfərnamədir. Bu Rozətül Əbrarı buradan silah. Ən yaxçısı budur ki, bunu buradan silah adını yazaq Zəfərnamə. Yazdığı üçün də fəqət elə dövrəsinə bir şey qoyaq. Burada da altına xət çəkək. Üstünə də xət çəkək. Bəlli olsun ki, kitabın adı budur. O yazanın adını əlavə eləyiblə bəlli olsun ki, neçə dənə zəfərnamə var tarixdə. Kitab adı Zəfərnamə. İndi buna görə ki, bunları bir-birindən ayrılar. Deyirlər ki, Qərə Çələbizadə Əbdüləziz Əfəndi. İndi burada
Cümlə qurtardı, o birisi vərəqa keçəcəyik. Bu vərəq qurtarır. Bu vərəqin iki tərəfi var idi. A, B, əlif və B tərəfləri. Əlif tərəfi keçdi. B tərəfinə indi keçmək üçün burada aşağıda, yazıdan aşağıda, qıraqda fərmanlərinə deyə yazıbdır. O birisi səhvə gərək bundan başlasın ki, başlayıbdır. Fərmanlərinə istical, canə əziz minnət bilüb. Burada bir kəlmə qələt yazıb. Hər kimsə ki varmış onu şey eləyibdir. Hər kimsəni üstünə qırmızı xətt çəkib iki dənə. Qıraqda hər kəsə fəhmi asan olmaq üçün qeyd təkəllüf inşadən azad rəsm و روشن sadə rəsm و روشün sadə üzrə təhrik said qələm və mütəvəkkila alallah ol vadiyə vəz-i qədəm olundi cənab-ı kibriyadən رجا olunur ki آن inşaallah Teala bervifqi مرام گرین اتمام و معروضی خدمت حضرت صدر سامی مقام اولدوخته نظر حسن قبول ایله منظور olub نقل روانه اعتمادا واقع olan خطا و امن عفو عطا ایله مستور olə və ma tevfiqi illa billah. Buradan kitabın içinə girəcəkdir. İndi buradan oxuduq. Mətndən yavaş-yavaş tanış oluruq ki, bəzi yerdə nöqtələri qoymayıblar. Ehtimal verirəm ki, bu nöqtələri sonra qoyubdur. Ona görə əvvəl yazıları yazıb, sonra nöqtələri qoyubdur. Nöqtələrin yeri dəyişir. Yəni bir hərfin nöqtəsi mümkündür ki, ikinci hərfin üstünə kəlmə bir-birinə yapışıb, neçədən hərf bir-birinə yapışıb bir kəlmə düzəldibdir. Onun ya biraz öncəlik qoyulur, o birisi kəlmənin üstünə düşür, ya da biraz buyuzluq qoyur, bu birisinin üstünə düşür. Aşağıda çox aralıq qoyur, düşür aşağıdakı xəttin üstünə. Ona görə oxuyanda göz aşağını da görməlidir ki, aşağıdakı nöqtə aşağıdakı kəlmənindir, yoxsa üstdəkinindir. Çox bir cəlibdir. Hər halda kitabın adını bildik. İndi gedək görək ki, bu Mustafa Paşa idi. Nə idi adı? Mustafa Paşa hangi zamanda yaşır? Yəni bunu Fatih Sultan Muradxanı yazaq. Muradxan Fatihi Bağdad şəhid mi olmuş? Bu birinci soru. Bunu bırak geçsin. İkinci soru. İkinci soru. Mustafa Paşa dördüncü Muradxan, dördüncü deyildi əlbəttə, Fatihi Bağdadın yazaq, dördüncünü yazaq. Fatihi Bağdadın Sadri A'zami demiş mi? Və tamam, bu iki dananı yazsın, bunları məşğul olsun. Biz gedək görək ki, əvvəl o xeyr, Osmanlı Sultanı Sultan 4-cü Muradxan Bağdad Fatihi Bağdad səfəri zamanı və ya döyüş meydanında şəhid olmayıb. O Bağdadı Səfəvilərdən geri aldıqdan sonra sağ-salamat İstanbula qayıtmış, lakin qısa bir müddət sonra gənc yaşında xəstəlikdən vəfat etmişdir. Bu tarix hadisənin dəqiq detayları hicri təqvimi ilə belədir. Bəs onda bu ayrı bir sultandır. Bağdadın fəthi Sultan Murad 1048-ci hicri ilinin Şəban ayında Böyük Bağdad səfərini qələbə ilə başa vurdu və şəhri təkrar Osmanlı torpağına qayıtdı. O, bu çətin savaşda əskərlərin önündə böyük bir şücaət göstərdiyi üçün tarixdə Bağdad Fatihi unvanını aldı. Vəfat və səbəbi o deyil bəs. İndi bunda əlbəttə bu şeyi də yazsın. Bağdadın fəthi zamanında sədarət təqsirində sədarət
Əzəm müstənədində olan şəxs Mustafa Paşa deyil idi. Bəğdadın fəth olduğu 1048 Hicri ilində Osmanlı dövlətinin sədri əzəmi Təyyar Məhəmməd Paşa idi və o məhz Bəğdad qalasının önündəki döyüşdə şəhid oldu. Hə, ondan sonra bəs bu kimdir? Sultan, indi onda Hankı Murad həm Bəğdadı fəth etmiş, həm də şəhid olmuş və həm də onun dövründə ya da ondan sonra Mustafa Paşa adlı bir şəxs dövlətdə sədri əzəm olmuş. Görək ki, indi nə deyir bu? Sualınız örtülü qalmış çox maraqlı bir tarixi uyuşmanı və həqiqətən də tarixdə böyük bir qarışıqlığı təmizləmək üçün üzə çıxarır. Sizin dediyiniz ovsaflar, yəni həm Bəğdadın fəthi, həm savaşda meydanda şəhadət və həm də ondan öncə ya sonra Mustafa Paşa adlı şəxsin sədarəti qəti olaraq üst-üstə düşən başqa bir Osmanlı sultanı üçündür. Sultan 4-cü Məhəmməd xan dövrünün məşhur padişahı və sərdarı və lap dəqiq desək, Sultan 3-cü Murad və Gənc Osman dövrünün hadisələridir. 3-cü Murad və Gənc Osman. Lakin tarixdə eyni insanda bu ovsafların bir araya gəlməsi sualınızdakı iki tarixi hissənin qarışmasından aid olur. Həqiqətən, Bəğdad fəthi edən və orada şəhid olan Murad kimdir? Murad Paşa. Xalqatür tarixlərində və dərvişlərin, nəssahların mətnlərində Sultan Murad ilə qarışan şəxs padişah deyil, Osmanlı dövlətinin ən böyük ordu başçılarından və sədr əzəmlərindən olan Quyucu Murad Paşadır. Yox, bu deyil. Çünki burada nə dedi? Bir də qeydçaq, indi buranı oxusaq. Dedi ki, دستگیر افتادگان مربی ارباب استعداد مفتاح کلید فتح بغداد ناظم امور دولت عثمانیه مؤسس ارکان مبانی سلطانیه تأثیر درری خیرات ناشر الولویه belə bir şey ناشر الولویه مبرات صدر اعظمdir Mustafa Paşa وفقه الله لما يشاء. İndi burada Fatih-i Bəğdad. Ha. Bu şeydir. Muradxan harda gördük? Niyə Muradxanı görmürəm mən? شهنشاه بهروزیار فیروز ابوالفتح و الغازی Sultan Murad Xan Qazi Həzrətlərinin Ovni Məlki Qədiri ilə Darul Xəlafə-i Bəğdad və Behişti Əyadi Fəth təsxir buyurduqları məcəllədin bir qəc vərəq bər xəbti və xəta təşrif saz məqam sidarət uzma olan vəzir Bircis Fitnət مشیر عالی همت ملاذ حاجتمندان و دستگیر افتادگان مربی ارباب استعداد مفتاح کلید فتح بغداد ناظم امور bir də oxusaq
Sultan Şahanşahın haqqında demir. Yəni Sultan Muradı xanın haqqında bir söz demir. Bir də qeydim. Şey oldu, yəni qatışdırdım. دست نواز و دشمنسوز شاهنشاه بهروزگار فیروز ابوالفتح و غازی سلطان مراد خان غازی hazretlerinin اونی ملک گدیر ایله و دارالخلافی بغداد بهشت آبادی فتح ve teshir buyurdukları مجلدن bir gec ورق بر خطی و خطا تشریف ساز مقام صدارت عظما اولان وزیر برجیس فتنت مشیر عالی همت ملاذ حاجمتمندان دستگیر افتادگان مربی ارباب استعداد مفتاح کلید فتح بغداد ناظم امور دولت عثمانیه مؤسس ارکان مبانی سلطانیه تأثیر درری خیرات ناشر اولویه مبرات صدر اعظم مصطفی پاشا وفقه الله. Bu da ölməyibdi. Cəlb ki, bu da ölməyibdi. Çünki vəffəqəhullah limə yəşa həzrətlərinin mənzur. Bu adam dəstur verib ki, kitab yazılsın. Yenə də əşğada deyir, bəli, əşğada deyir ki, həzrətlərinin mənzuri nəzəri ənvərləri olub qərin təhsin olduqdan sonra vəli nimət və baisi uluv şə'n bu səbəb dövlətləri olan xuldaşiyan Firdevs məkan Sultan Səid və Şəhid Murad xan. Baxın, burada deyir Sultan Səid və Şəhid Murad xan həzrətlərin fəthi rəvan və təsxir Bəğdad buyurduqları qəzəvat-i şərifləri müfredat umur və dövrəsinin və şuhur ilə mətni olmayıb məri'üd-duhur və ruhi pürfütuhləri, töhfə və duaları ilə yad olunmaq üçün əlavə təfsir zəfərnamə nam bir müstəqil kitab olmaq babında bu əbd pürqusur işarət əleyhiyyələri şərəfi sədr bulmağın imtisal. Tamam, indi burada şahdan söz gedir. Şah gedib də amma şəhid olub da amma Mustafa Paşa sədr əzəmdir. Burada çox qatışdı. Mən yenə təzəşdən soruşmalıyam bunu. Çünki bunu baş tapmadım. Qərə Çələbizadə Abdüləziz Qərə Çələbizadə Əfəndinin tarix zəfərnamə tarixində Bəğdadın Fatehi Sultan Murad xan Sultan Səid və Şəhid Murad xan deyə qələmə alıb və bu əlyazma kitabı Sədri Əzəm Mustafa Paşa'nın əmri ilə yazdığını qeyd edibdir. Bu konuya açıqlıq
açıqlama gətirir misin və tarixləri hicri ilə yazar mısın? Əziz ustad, bu dəqiq və dərin sualınızla Osmanlı tarixinin və ədəbiyyatın ən çətin, qarışıq və önəmli nöqtələrindən birinə toxundunuz. Sizin qeyd etdiyiniz özəlliklər, yəni Əbdüləziz Qərə Çələbizadə, onun Zəfərnamə əsəri, Sultan Səid təbiri, Şəhid Murad xan və Sədr Əzəm Müstəfa Paşa Osmanlı tarixi yazıçılığı və qayə-nivislik çərçivəsində tamamilə böyük bir həqiqətin parçalarıdır. Bu mövzu tarixi həqiqətlər və hicri tarixlər işığında tam aydınlıqla belə açıqlamaq olar. Sultan Səid kəlməsinin əski mətnlərdəki həqiqi mənası, əski Osmanlı mətnlərində və özəlliklə Qərə Çələbizadənin nəsrində kəlmələrin lüğəvi mənasına diqqət etmək lazımdır. Buradakı Səid kəlməsi bir ad deyil, sifətdir. Biz də bunu bilirik. Klasik Osmanlı tarixçiliyində vəfat edən dünyasını dəyişmiş padişahlar üçün Sultan-ı Səid səadətli, uğurlu, cənnəti olan padişah təbir işlədilir. Necə ki, yaşayan padişah üçün Sultan-ı Rəşid və ya da Sultan-ı Qazi deyilərdi. Deməli, mətndəki Sultan-ı Səid və Şəhid Murad xan ibarəti adının Səid olduğunu göstərmir. Bunu nəyə deyir bilmirəm. Bəlkə səadətli və şəhid olan Sultan Murad xan mənasındadır. Bunu mən də bildim. Sultan Murad xan necə şəhid qələmə alındı? Əvvəlki bəhslərimizdə 4-cü Muradın Bəğdaddan İstanbula qayıdıb yataqda vəfat etdiyi demişdik. Bəs necə olur ki, dövrün böyük dövlət adamı və tarixçisi Qərə Çələbizadə ona şəhid deyir? İslam və Osmanlı hüququnda təkcə savaş meydanında ölənlər deyil, dövlət və din uğrunda müqəddəs savaşa, qəzaya çıxan, özün səfərlərdə ağır xəstəliyə tutulub dönəndə və ya o xəstəlikdən vəfat edən böyük hökmdarlara da hökm-i şəhid, mənəvi şəhid sayılır deyirlər. Sultan 4-cü Murad Bəğdad kimi müqəddəs bir şəhri Rafizi etkisindən qurtarmaq üçün canını qoyub xəstələndiyi üçün Qərə Çələbizadə onu Osmanlı dövləti sahəsində ulu bir mərtəbəyə qoyaraq şəhid unvanını ilə yad etmişdir. Sədr Əzəm Müstəfa Paşa və əsərin yazılması hicri tarixlər ilə. Əbdüləziz Qərə Çələbizadə Əfəndi özü böyük bir alim, Şeyxülislam və yazıcı idi. Onun Zəfərnamə əsəri düzgün olaraq 1048 hicri ilində Böyük Bəğdad fəthinin özəl üslubla qələmə aldığı əsərdir. Əlbəttə özü yazdı ki 1352, amma bu deyir ki 1048. Burada 2 ildə biraz apardı, 4 ildə apardı qabağa. Bu əsərin yazılma əmri tamamilə siz buyurduğunuz kimi o dövrün güclü Sədr Əzəmi Kəmankeş Qara Müstəfa Paşa tərəfindən verilmişdir. 1048 hicri Şəban ayı Bəğdad fəth olunan kimi Sədr Əzəm Kəmankeş Müstəfa Paşa dövlətin şöhrətini və bu böyük tarixi qələbəni gələcək nəsillərə çatdırmaq üçün Qərə Çələbizadəyə rəsmi özəl bir fətihnamə və zəfərnamə yazmasını əmr etdi. İndi cəlib budur ki, bu adam deyir 52-də başladım yazmağa, bu deyir ki 48-də dedi. Yəni bəlkə savaş 48-də oldu, amma bu deyir ki 52-də savaş oldu. 1049-da hicridə Sultan Murad vəfat edəndə və əsər tamamlananda yenidən dövlətin başında Sultan İbrahim dövrünün əvvəllərində yenə bu məşhur Sədr Əzəm Kəmankeş Müstəfa Paşa dayanırdı. Qonu ilə bağlı xülasə hicri təxmin. 1048 hicri
Sultan Murad xanın Sədr-Əzəm Kəmankeş Mustafa Paşa ilə bircə Bağdad fəth etməsi və Qərə Çələbizadənin Zəfərnamə əsəri üçün əmrin verilməsi. 1049 Hicri Şəvval ayında Sultan Səid Səadətli Padişah Sultan Murad xanın gənc yaşında vəfatı və tarixçilər tərəfindən şəhid mərtəbəsi ilə qələmə alınması. Buna əsasən əlinizdəki və ya bəhs etdiyiniz mətin tamamilə həqiqət üzərində qurulmuş kəlmələri klasik Osmanlı divan nəsri ilə yazılmış önəmli bir tarixi əlyazma sənədidir. Qərə Çələbizadənin bu əsərin nəssax köçürmələri 12-ci Hicri əsrin əvvəllərində. İndi burada bir yenə də müşkülə düşdük. Qərə Çələbizadə əfəndi bu savaşın 1052-də qurtarmasın yazmış. Əziz ustad, Əbdüləziz Qərə Çələbizadə əfəndinin əsəri üzərində verdiyiniz bu bioqrafik və tarixi detal Osmanlı Səfəvi savaşları tarixinin və köçürmə üslubunun incə nöqtəsini aydınladır. Qərə Çələbizadənin kəlmələrini və 1052 Hicri ili düzgün oxuyub dəyərləndirmək üçün iki önəmli tarixi həqiqət vardır. Savaşların və səfərin tamamilə bitmə tarixi 1052 Hicri. Bağdad qalası 1048 Hicri ilinin Şəban ayında fəth olunsa da, o bölgədəki hərbi hərəkətlər, sərhədlərin nizama salınması, qalaların təkrar tikintisi və əsgərlərin təmizlənməsi illər çəkdi. 1049 Hicri ilində məşhur Qəsr-i Şirin sülh müqaviləsi imzalandı. Lakin Osmanlı ordusunun böyük hissəsinin Ərəb və Azərbaycan cibhələrindən tamamilə çəkildiyi, sərhəd əmniyyətinin qəti olaraq sabitləşdiyi və Bağdad səfərinin gətirdiyi uzun sürən əskəri siyasi proseslərin qurtarması 1052 Hicrinə təsadüf edir. Qərə Çələbizadə öz əsərində savaşın bu bütünlüklə əsərlərinin və qoşunlarının dönməsi üzərindən tamamlanmasını məhz bu ilə aid edir. Zəfərnamə və Rovzətül Əbrar əsərinin, Rovzətül Əbrarı da ayrı bir zığla yazıbdır, rezerlə yazıbdır, biz onu sildik. Qərə Çələbizadə əfəndi Bağdadın fəthindən sonra da tarix yazmağa davam etdi. Onun ən məşhur ümumi tarixi əsəri olan Rovzətül Əbrar, rəvani və özəl hissələri olan mətin məhz 1052 Hicri ili ətrafında tamamlanmışdır. O, bu böyük əsərinin içində Bağdadın fəthini və ondan sonra Sədr-Əzəm Kəmankeş Qara Mustafa Paşanın dövləti necə nizama saldığını ətraflı yazaraq savaş dövrünün qəti qurtarmasını 1052 olaraq qeyd etmişdir. Əlyazmanın dəyəri üçün nəticə. Əgər əlinizdəki əlyazmada savaşın qurtarma tarixi 1052 Hicri olaraq keçirsə, bu qəti olaraq göstərir ki, əsər Bağdadın fəthi gününün üstündən bir neçə il keçdikdən sonra, yəni hadisələrin nəticələri tamam aydınlaşan çağlarda yazılmış və ya nüsxalar tərəfindən özəl tarixi qeydlərlə zeylü etkisi ilə zənginləşdirilmişdir. Sədr-Əzəm Mustafa Paşa 1054 Hicri ilinin Ramazan ayına qədər sədarətdə qaldığı üçün 1052 Hicri ilində hələ də dövlətin başında idi və bu dövrədə yazılan əsərləri himayə edirdi. Bu gözəl tarixi detal və o dövrün vaqiənəvislik üslubunu və mətninin həqiqi özəlliklərini sabit edən çox dəyərli bir sənəddir. Mətnin bu qismindən oxuya biləmədiyiniz və ya tamam, bunlarını da keçək. Tamam, buradan keçək. Bura biraz aydınlaşdı mənim üçün. Demək olar ki,
Gəldik kitabın yetişdik ikinci səfər vərəğından və ma tevfiqi illa billah və heç tevfiq yoxdur illa Allahın tərəfindən. Mənim üçün. İndi məlum ola ki, bu kitab sihhəti nisab əbbab cənnəti əbbab cənnət. Məlum ola ki, bu kitab sihhəti nisab əbbab cənnət ədədincə 8 bab üzərinə münqəsəmdir. Bab əvvəl padişahi cəm həzrətlərinin rəvan fəthinə ətfi və inan əzimət buyurdukları bəyanındadır. Bab sani padişah aləmpənah həzrətlərinin səfar rəvanidə ikən İstanbul'da zuhur edən umur bəyanındadır. Bab salis Sultan Gazi həzrətlərinin İstanbul'a vusulindən sonra vaqe olan əhval bəyanındadır. Bab rabi Sultan Ali Himmət həzrətlərinin Bəğdad istirdadi üçün səfəri nüsrət edən əsər əzimət üçün səfəri nüsrət əsər əzimət buyurdukları bəyanındadır. Bab xamis Padişah Ali Necad həzrətləri səfəri Bəğdadidə ikən İstanbul'da zahir olan havadis bəyanındadır. Bab sadis husuli murad ilə Bəğdadidən gələndikdən sonra vaqe olan umur bəyanındadır. Bab sabi Sədr Əzəm həzrətləri səddi suğur üçün Bəğdadidə qalıb ehtimamları ilə o sülhi tamam olduğu bəyanındadır. İndi burada o açıldı. Yəni o tarix ki orada 1052 və ya 1049 arasında bir bəhsimiz getdi Cimna ilə. O burada açıldı. Çünki zahirən Həzrəti Padişah Allah rəhmət eləsin qeyd etdi İstanbula. Vəzir Sədrəzəm qalıb orada. Bab-ı sabi onu burada deyir. Bab-ı sabi Sədrəzəm həzrətləri sədd suğur mərzilər. Sədd bənd demək. Sədd suğur üçün Bəğdadidə qalıb ehtimamları ilə o sülh tamam olduğu bəyanındadır. Bab-ı samin 8-ci bab. Vəzir-i Əzəm həzrətləri müttəsif olduqları bəzi xisal həmidə bəyanındadır. Bab əvvəl Padişah-ı Cəmcal həzrətlərinin rəvani fəthinə ətf və inan və əzimət buyurduqları bəyanındadır. Başlayır buradan gedir. İndi buradan bu üzə o bəzi kəlmələr dedik üstündə xət qoyur. Onlara bir diqqət eləyin. Bu nöqtələr nədir qoyubdur? Buradan diqqət eləmədim. Oxuduq da, gördük da, amma nədən isə diqqət eləməmişəm. İndi buradan biraz oxuyayım, diqqət eləyim, görüm nə mənadır. Çün düşmən çaryar yüzün dayandı. Virgül yerinədir. Çün düşməni çaryar gözün 4 xəlifənin düşməni Səfəviləridir. Çün düşməni çaryar gözün qırmızı nöqtə. Surx sərani bədayin nöqtə. Vücud bədbuyi ərsi şuhuddən məfqud olmaq nöqtə. üçün səy naməhdud olunmaq salatin İslamiyyə nöqtə olduğu İslamiyyə ya vacibat diniyyə və dən olub xüsusanın da üstündə gene onu qoyubdur. İmam-ı Əzəm nöqtə həzrətlərinin burada bir məzar yazıbdır, üstünə xət çəkib qıraqda mərqəd edib onu. Xüsusa İmam-ı Əzəm həzrətlərinin mərqədi lami-i ənvarin nöqtə bir qət sənə və nə bir qət sənədən bərü rəfəzi və mülhidin nöqtə necə istilasına və düşmən Bəğdad behişti abadi Qızılbaş bər məaş dəsti təqəllübündən istirdad və müqtəzayı. Tamam, devam edir dedik. Onlar qırmızı nöqtələr, bu günləri biz ona virgül deyə istifadə edirik. Buradan gedir. Bu kitab
yavaş-yavaş da vaxtımız azalır. Mən bu kitab 68 səhifədir, 7-ci səhifədir yox. Hər 10 səhifədən bir 4-5 sətir oxuyacağam. Getdim 20-ci səhifəyə. 20-ci səhifədə قایم مقام بیرام پاشای امر شریف وارد olmağın necə müddət iktisab etdiyi bi hesab günahları müqabiləsində ədəmə gündə aləmə ədəmə göndərilib. Yəni bir nəfər gəlib fəsad eləyibdi. Bunu biraz qabaqdan oxusaq bəlkə yaxşı olar. İndi burada hardan qırmızıdan sonra Şam bəylər bəygisi Küçək Əhməd Paşa Cəbəli şoqidə neçə nam bir qarətün və tarix belə bir şey müxtəs olandır. Zuyi bədməzhəb Məmən oğlu Əmir Fəxrəddin ki müqəddəmə hərb səhrasında tənə dən yazılıbdır. Üstünə o tənə zənin üstünə xət çəkibdir. Dənin üstünə xət çəkib tənədən. Onu xət çəkib o dəni eləyibdir zən eşikdə. Tənədən xeymi nili cun gərdunə olduğu gün آستان سلطنت آشیان واصل olub səni ərbəə və ərbəin və əlif 1048-də yox 1044-də səni ərbəə və ərbəin və əlif 1044-də mahi şəvval olməklərmək əvaxirində əl-mükrəmin Mah-ı Şəvval-ül Mükrəmin əvaxirində Qaim məqam Beyram Paşaya əmr şərif varid olmağın necə müddət iktisab etdiyi bi hesab günahları məqabiləsində aləm ədəmə göndərilib cifəsi 3 gün at meydanında ibrətnumay xalq cahan oldu. Burada xətləri bəzən oxuya bilmirəm yazıları. Amma hər halda buradan gəldik. İndi gedək 20-ci səhifədən özüm 30-cu getdik 40-a. Tamam, 40-cı səhifədən bir neçə sətr oxuyaq. Və qital iştiqal elədi. Hər müddət cəngidə neçənin sərxərlər xaça düşüb xanlar və qılıçdan qurtalan bir iki beyg mənliği nazin qiliyə təhsün etdilər. Ol gün və ol gecə varır və ertəsi o kəllə vaxtinə dək ehtimalən o kəllə olmayacaq önlə nahar. Ertəsi önlə vaxtinə dək onlardan qırılan məzbur xanları dedi 800 xanlar və 700 qızılbaş dəstbəstə pişgahı otaq Humayunə ihzar olundular. Fərman lazımül izan müxalifət etdikləri üçün xanlar və sultanlar qəpucilər kətxudası həsəbinə verilib maədası müqəddəmən həlak olan mələinə mülhəq oldu. Nəticə kəlam Bəğdadidə olan 30.000 qədər sürx sərlərin 10.000 əyyam mühasirədə top
və tüfəng zərbindən həlak olub. 22 burada da bir dənə həzf var, nə mənədir? 2 gün, hər 2 gün içində vadi ədəmə dəf'i ödünüb. Olub ehtimalən. Ödüb. Bağdad, tamam, bu da geçdik, biraz zorluq çəkirik, amma oxumaq olur. Getdik 52-ci səhifədən görək ki, riyasət hizmətdə olub. Ol tarixdə atlı müqabiləcisi idi. Atlı nə deməkdir bilmirəm, yəni at mənasındadır. Yəni mənə o tarixdə atlı müqabiləcisi idi. Təkrar rəisül kitab oldu. Atlı olmayacaq, ehtimalən bir ayrı mənası olacaqdır. Çünki burada rəis-i küttab olan adamdır. Təkrar rəis-i küttab oldu. Hənuz ol xidmət-i cəliliyyə iştiğal üzərələrdir. Əvaxiri şəhri məzburidə Sərdar Əkrəm Həzrətləri, Sərdar Əkrəm addır, adam adıdır. Sərdar Əkrəm Həzrətləri qul ağalərinə, burada bir kəlməni qələt düşən yazıbdır, onu götürüb rəşən yazıbdır. Düzü yəni rəşəndir, nə mənə demək olacaqdır. Ağalarına rəşən məvacibini təslim edib, hər taifəyə tozih və təqsim olundi. Qərri şəvvalidə bəsrədən əmtəə və zəxair ilə malamal 10 dana qərrab gəlib Musildə məbhus olan xəlifə Məqsud xan dəxi Bəğdadidən vasil oldu. 3 gündən sonra Məqsud xan xeymi paşazadə indi burada xeymə oxunmur ehtimalən. Məqsud xan Həmid Həmd paşazadə ilə diyar əcəmə irsal olunub. Tamam, devam edilir. Gedək 50-ci səhifədən 60-cı səhifədən də bir kəlmə oxuyaq. Gərək mətbəx amə və gərək axuri mühimmatı intizam buldu. Kəzalikə irad xüsusində həfri ehtimam və tam buyurdular. Həfri ehtimam və tam buyurub məmalik məhrusədən əmval sultaniyyət cəminə mütədil adamlar irsal buyurulub. Beyətin olunan mərtəbədən birakçə ziyadə alınmaq ilahım rəaya huzur edib. Tamam, beləsi devam edir. Gedək 70-ci. Kitab qurtardı. Son səhifəni oxumuşduq, amma 64-də qurtarır. Qeydək bunu son səhifənin bir dənə daha önündən bir neçə kəlmə oxuyaq, qurtaraq. Nami məxuf birdə olan, nami məxuf yerdə olan viran xanə, ehtimalən bir yerin adı, viran xanə təzdid edib müqabiləsində bir xanə cədidin ehtimalən hərd bina etdiklərindən maəda cami və həmmam yapdırıb ətrafında kəndü rizaləri ilə 400-500 ökləmək ilə hala məmur abadan, ehtimalən 400-500 ökülmək yerinə demək olar. Önləmək ilə önləmək ola bilər. Önləmək ilə hala məmur abadan olub. Hivas yekşeri belə ehtimalən şəhri kimi bir şey oldu və bu müstəqil qazilik olmuşdur. Rabia Ədirnə Mixaleri
Mikhal Bey Köprüsü təzdid ki, tamam, yəni burada da o işlərin körpüləri, zadlar ki, sınıblar, qırılıblar, onları düzəltməyə deyir. Hər halda keçək son səhifəni başlayaq, bunu oxuyaq, qutaraq. Bir ali həmmam olmağın fərman aliləri sudur edib, bir ali həmmam və bir məktəb xanə və riyasət xanə bina olundu. Bir məktəbxanə və burada barudxanədir ehtimalən, barudxana və barudxana bina olundu. Sabiqən Nəfsi İstanbul'da və Üsküdar'da və axər tarixidə çeşmələr bina edib və axərdə bunu oxuya bilmirəm kəlməni, tarix mən oxuyuram, amma tarix oxunmur, yəni bir ayrı bir şey oxunacaqdır. Və axir yardun nəmidir? Çeşmələr bina edib, xüsusa Qibləgah nam Bəldətül Həramidə 1000 sənədən bəri cari olan mai Ərəfatun məcrası xarab olub, bir qəd sənə münqəti olmuş ikən, səadətli padişahımız həzrətləri səlləməhullah el-mülkü səlam əhdi sultanlərində 30 binə qərib zər-i sulh kamil əyar sərf olunub, ol abinab mə'ə ziyadəti Kəbe-i müəzzəmə cari olub, Sədr-i Əzəm həzrətləri bais olmuşlardır. Mənə bu kitab nədənsə burada tanış gəldi bu bölümü. Samina İstanbul əsvaqının qaldırımları xarab olub, bəni Adəm və Dəvvab kəmali mərtəbəyi zəhmət və istirab çəkərlər ikən, əksərin kəndi malları ilə yapdırıb, maədası əslat və vəsayayı qeyri müəyyənə və bəzi təsərrüfat mü'tədilə ilə təhmil etdirdilər. İstanbul'dan maəda Anatoli və Rum elində məlum və qeyri-məlum köprülər və dəxi qaldırımlar və xanlar mərəmmatinə bəyəxlər bunu oxuya bilməmişdim. İndi mərəmmatdır, mərəmmatinə himmətlər sərf edib, hənuz dəxi cüz xəbər aldıqları yerlərə əsəri xeyr ehdas etmədən xali dəcüllərdir. Həman şəb ruz duafər oldular ki, Cənab-ı Rəbbül-Aləmin Cəllə şə'nuhu və vəzir Ali məqam həzrətlərin məsnədi vizarət və sədri sədarətdə həmişə mərcə-i hacətməndان xəlq cəhan دوستی و دست مرحمتی و احسانları ilə sahi aləm və qulubi bəni Adəm mə'mur və abadan olə. Vallahul müstəan təmmə. 6 dənə təmmə yazıbdı və sonra burada o Nəssax adını yazıbdı. Nəssaxın adı Xəttat və Nəssax adı nədir? Hərr ləhül fəqil Hacı Süleyman Səlami. Hacı Süleyman. Mən Səlami oxuram, ayrı bir şey oxuya bilmirəm. Sədi də ola bilər bir moqə əgər adam şey eləsə, amma Səlami. Sədi deyil, bəyəxlər o Sədi deyil, Süleyman Sədi. Sədi ola bilər. O demişdi ki, nədir bu? Hacı Süleyman Sədi adla bir Nəssax və Xəttat varmıdır ki, Zəfərnameyi qərə
Çələbizadə Əfəndini yazmış olsun. Görək ki, bunu bizə bu adı deyir, tapır. Ehtimal verirəm ki, bayaqları gördüm bunu. Yəni, bununla bağlı çox dəqiq və ədəbiyyat tariximizdə yeni bir öz açacaq, yeni bir öz açmaq önəmli bir ayrıntını siz ilə bölüşmək istərəm. Rəsmi və məşhur xəttat kataloqlarında, məsələn, Müstəqimzadənin Töhfə-i Xəttatin əsərində qəti olaraq Hacı Süleyman Sədi adı ilə bir paşa tanınan böyük bir saray xəttatı qeyd olunmamışdır. Lakin əlyazma mədəniyyətində özəlliklə 1052 Hicri qəməri Hicridən sonra çökürülən nüsxələrdə bu adın görünməsi bizə çox məntiqi və tarixi bir həqiqətin qapısını açır. Adın arxasındakı nəssaxlıq görünüşü. Osmanlı kitabxanalarında rəsmi dövlət xəttatı olmasa da, mədrəsələrdə təsəvvüf tikkələrində, dövlət dairələrində müstənsix nəssax olaraq çalışan minlərlə katib var idi. Bu şəxslər köçürüldükləri kətəbələrin əsərin sonunun üzərində adlarını çox vaxt yalnız Hacı Süleyman və ya Süleyman yazar adlar ardından da öz ailə ləqəblərini Sədi, Sədəddin kimi və ya Sufi təriqəti bağları olduğu üçün, məsələn, Sədi təriqətinə aidlərsə, Sədi təxəllüsünü qeyd edərlərdir. Zəfərnamənin köçürülmə ənənəsi. Qərə Çələbizadə Əfəndinin Sədr-Əzəm Kəmankeş Mustafa Paşanın əmri ilə yazdığı bu zəfərnamə və ya dövrün böyük fəthnamələri yazıldığı dövrdən 1052 Hicri çağlarından başlayaraq 12-ci əsrə qədər Osmanlı paşaları və dövlət adamları üçün özəl nüsxələr halında təkrar köçürüldü. Əgər oxuduğunuz nüsxənin Kətəbəhu son qismində Hacı Süleyman Sədi adı olan ön plana çıxırsa, bu bizə iki önəmli sübutu göstərir. O şəxs əsərin əslini yazan Qərə Çələbizadə deyil, əsəri köçürən, nəssaxlıq edən ustad katibidir. Bu nüsxə tarix və xətt ədəbiyyatı üçün münhəsir befərd, yeganə nadidə bir örnək ola bilər. Çünki əski kataloqlarda gözdən qaçan və ya rəsmi dəftərlərə düşməyən ustad bir nəssaxın imzası üzərə çıxır. Əlinizdəki o mətnin son səhifəsindəki xəttatın adını yazdığı Kətəbəhu yerində bir şəkil göndərə bilərmisiniz? Tamam, göndərək, görək nə deyəcəksən? Mən bunu biraz da kəsim. Yox, kəsməyim. Elə edəsi deyim, biraz da analiz versin kitabın yazısına görə filan. Lütfən bu əlyazmanı hər sahədən analiz edib yazı tarixini bilirik əslində. Buyurun. Bunu bildik. 2 dənə tarix aldıq, onu bildik da. Ki dedi 1052-də yazılıb bu. Əsli kitab 1052-də yazılıb. Amma bu nüsxə neçədə? 1136-da yazılıbdır. Əsli kitab yazılmış. Tamam. Bu sənəd fövqəladə, Cenab-ı Niyə bunu farsı yazdı?
Bağışlayın ustad, havasından qaçdı və cavabı farsça yazdım. İndi tamamilə bu ikinci şəkildəki xatimə kitabəhu səhifəsini öz dilimizə, türkcə hər cəhətdən analiz edib tarixləndirirəm. Bu səhifədə düzgün olaraq siz buyurduğunuz Əbdüləziz Qərə Çələbizadənin Zəfərnamə əsərinin və ya o dövrün böyük fatih tarixinin sonudur. Mətndəki cümlələr və imza kökü bizə böyük önəmli detaylar verir. Xətt və mürəkkəb analizi. Xəttin növü. Bu yazı klasik kitabxana və dövlət dairələrində işlənən, axarlı və səri yazılan nəsləli kitabəti, təhriri Usmani uslubu xəttidir. Rəng və mürəkkəb. Mətnin əsası təmiz qara dud mürəkkəbi ilə yazılıb, lakin çox önəmli adlar və dövlət kəlmələrinin üstü şəngərf qırmızı mürəkkəb ilə cızılaraq bəlləşdirilib. Mətnlərin arasındakı 3 nöqtəli qırmızı güllər isə sətirləriniz imlalaşdırıb boşluğu doldurmaq üçündür. Onun üçün deyil. Yəni burada deyir, amma onun üçün deyil. Əslində nöqtədir. O şeydə deyil, güllərdir, güldə deyil. Yəni bunu səhv elədi. Yəni bəzən o birisi kitabı, qabaqçı kitabı ki vermişdik, onu gətirib bunun yerinə. Yəni ikisini qatışdırıb bir-birinə. Mətnin oxunuşu və həqiqətləri. Qərə Çələbizadə və Sədrəzəm. Mətn Osmanlı türkcəsində oxunan kəlmələr sizin əvvəldə buyurduğunuz tarixi boşluqları tamamilə təsdiq edir. Səfənin ortalarında vazih şəkildə qara mürəkkəb üstü qırmızı cizgi ilə Sədr-Əzəm Həzrətləri ibarəti yazılıb. Biraz aşağıda isə Məsnəd-i Vizarət və Sədr-i Sədarət kəlmələri gəlir. Bunlar yoxdur. Bunlar hardan bu səhifədə görsənir? Onlar görsənmir. Mətnin son sətri xalqın dünya aləminin abadanlığı üçün dua eylər qurturur. Xəlq cəhanə və dəst-i mərhəmət bəni Adəm mə'mur. Yox, bunlar belə bir şey yoxdur orada. Lap aşağıdakı imza Hacı Süleyman Səədi mə'amması. Sol tirabda mətnin ayaq qismində katibin Nəssaxın özəl imzası Toği yer alıb. Burada tədaxüllü iç-içə yazılmış kəlmələrin içində Kətəbəhu bunu yazdı kəlməsindən sonra Süleyman və Əl-Hacı adları oxunur. İmzanın lap aşağısında qırmızı və qara mürəkkəblə çəkilən nazik incə bitki sərvi ağacı şəkli cızması qərar tutub. Mən bunu görməmişdim. Görün belə bir şey var. Yox, yoxdur. Aha, bunu deyir. Yəni təmməni sərv ağacına bənzədibdir. Bəlkə də sərv ağacı kimi olur. O da ola bilər. Bu özəllük Osmanlı nəssaxlıq ənənəsinin katibin Sədi təriqətinə, Şeyx Sədiddin Cəbavi məktəbinə aid olduğunu və ya ləqəbinin Sədi olduğunu rəmzi şəkildə sabit edən önəmli bir nişanədir. Tamam. Bundan bir şey çıxmadı. Bundan qutaraq bu günləri bu qədər yetişər. Bir gözəl kitabla tanış olduq. Bu kitab bu nüsxə 311 il öncə, ən azı 311 il öncə yazılıbdır. Amma kitabın əsli 400 il üstə, təqribən 400 il öncə yazılıbdır. Bunu görürük və Bəğdad fəthindən sonra yazılıb ki, 4-cü Murad zamanı hətta o Allahın rəhmətini gedəndən sonra yazılıb bu kitab. Beləliklə bu kitabla tanış olduq. Çox gözəl bir kitab. Sağ qalın, səlamət qalın. Allah ömür